Zaman-zaman magistratura təhsil pilləsi üzrə Türkiyə universitetlərində ixtisas seçimi edən tələbələr bir məsələ ilə bağlı tərəddüd yaşayırlar. Seçdikləri ixtisaslar onlara maraqlı, perspektiv, gələcək vəd edən görünsə də, onları bir məsələ narahat edir. Azərbaycanda bu ixtisaslar magistratura təhsil pilləsində olmadığı üçün onlar düşünürlər ki, gələcəkdə diplomları Azərbaycanda tanınmayacaq və yaxud da ki, tələb görməyəcək. Əslində bu düşüncə çox hallarda yanlış yanaşmadan qaynaqlanır. Bugün dünyada elm, texnologiya və peşə sahələri sürətlə inkişaf edir. İnkişafa paralel olaraq yeni ixtisaslaşma istiqamətləri və peşəkar kadrlara ehtiyac yaranır. Bəzi sahələr ölkəmizdə hələ geniş formalaşmasa da, bu o demək deyil ki, gələcəkdə onlar tələb görməyəcək və yaxud da ki, tanınmayacaq. Əksinə, xaricdə müasir və spesifik ixtisaslar üzrə təhsil alan gənclər ölkəmizə qayıtdıqdan sonra diplomlarını tanıda və ixtisasları üzrə fəaliyyət göstərə bilirlər. Üstəlik, dövlətimiz də xaricdə təhsil alan, bilikli, peşəkar kadr kimi cəmiyyətə töhfə verəcək gəncləri müxtəlif proqramlarla, habelə dövlət təqaüd proqramı ilə dəstəkləyir. Bu mövzunu daha aydın anlamaq üçün ikinci hissədə konkret bir nümunə üzərindən daha aydın izah verəcəm.